Çində reallaşan Wing Chun üzrə beynəlxalq turnirdə uğurla çıxış edən Azərbaycan milli komandası vətənə qayıtdı. İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında onların ailə üzvləri, federasiya rəsmiləri və media nümayəndələri qarşıladı. Media nümayəndələrinin suallarını cavablandıran Azərbaycan Wing Chun Federasiyasının prezidenti Asif Sayadov bildirdi ki, təmsilçilərimizin beynəlxalq yarışdakı bu uğuru böyük nailiyyətdir. Ölkəmizi bu yarışda 12 idmançı təmsil edib. Milli yığma komandamız bu yarışa Beynəlxalq Uşu Federasiyasının təşkilatçılıqla keçirilən həmin yarışa Azərbaycan yığma komandası məhz Azərbaycan Uşu Federasiyasının tərkibində iştirak edirdi və bu böyük bir nailiyyətdir. Çünki yarış həqiqətən də Beynəlxalq Uşu Federasiyası tərəfindən keçirilən bütün yarışlar yüksək səviyyədə təşkil olunur və bizim idmançılarımız da əksəriyyəti birinci dəfə idi ki, həmin yarışa iştirak edirdi. Buna baxmayaraq 3 aydır dayanmadan səhər-axşam təlim məşqlərimiz və davamlı təlimlər nəticəsində biz bu nailiyyəti əldə etdik. Beynəlxalq Uşu Federasiyasının təşkil etdiyi bu yarışda bizim komandamız ilk dəfə idi ki, iştirak edirdi. Nəticələrimiz yüksəkdir və mən də təbrik edirəm istər məşqçiləri, istər valideynləri, çünki onların da əməyi var bu yarışda uşaqların iştirak etməsində və əminəm ki, daha böyük yarışlar üçün qarşıda yenə də bu cür komanda, daha yüksək tərkibdə komanda ilə iştirak edəcək. Bu yarışda həm sərbəst döyüş, yəni Çisao, həm də ki, Talo kateqoriyası üzrə iştirak eləmişəm və hər iki kateqoriya üzrə birinci yerə layiq görülmüşəm. Bunu xüsusilə qeyd etmək istərdim ki, Talo kateqoriyasında daha çox rəqibim olub, 22 rəqibim olub və onlar arasında birinci yerə çıxmışam. Yarışın özü daha çox Talo kateqoriyasına köklənmişdi və orada daha rəqabətli və çətin mübarizə gedirdi. Lakin buna baxmayaraq bütün komandamız yüksək nəticələr əldə etdi, vətənə uğurla geri qayıtdı. Mən Wing Chun növünün Talo versiyasından çıxış etmişəm və uğurla ölkəyə qayıtmışam. Kateqoriyamda ikinci yer qazanmışam və əvvəlki beynəlxalq və dünya üzrə keçirilmiş yarışmalardan təcrübəm olub deyə məncə bu da köməklik eləyib və düşünürəm ki, bir çox nailiyyətlərimiz daha olacaq. Qeyd edək ki, 4000-dən çox iştirakçının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan idmançıları ümumilikdə 9 qızıl və 3 gümüş medal qazanıblar.